Bəziləri büdcəsinə görə lipalardan istifadə edir. Bəziləri ucuz taxtalardan istifadə edir. O da ola bilər büdcədən, amma zövq almaq istəyirsənsə, cana xeyirli bir şey istəyirsənsə, mütləq şəkildə Finlandiyada istifadə eləmək olar, amma Apache də gözəl taxtadır. Mənim Kederimiz də gözəl taxtadır, qardaşım. gözəl qardaşım, səsinə bax. Olsun da, o səsi burada da çıxartmaq olur. Möhkəm bunda çıxdı ya. Hansı daha yaxşı səslənir? Bu mu, bu mu? Mən deyərdim ki, müştərilərimiz kommentdə yazsın ki, istifadə elədiyi saunalarda taxtaları tanıyırlarsa və taxtaları tanıyan insanlar, sauna taxtaları tanıyan insanlar bir kommentlər yazsınlar. Apache Hansı? yoxsa Fin taxtası? Yoxsa isə Keder. Keder də var. Keder vəbşə bahalı taxtadır. Bir də çoxun nəsib oldu götürə gətirə. Bu şirəsi yoxdur. Amma yetəri qədər yüngül taxtadır. Bunu qoyuruq qırağa. Bunu premium klass adamlar üçün istifadə olunur. Əgər istəyən olsa bunlarla da eləyə bilərik. Amma bu dəqiqə günümüzün mövzusu Fin taxtası və qədim Apache'lərin taxtası. Gözləyirik kommentləri.